Axşamınız xeyir, hörmətli izləyicilər. Yenə də Samir Bağırlının rəsmi YouTube kanalında xoş gördük sizləri. Salamlayırıq Samir bəy sizi. Salam, mən də xoş gördüm. İzləyicilərimizi salamlayıram. Bəli Samir bəy, eşitməklə bağlı mənə və izləyicilərimizə də qaranlıq qalan bəzi nüanslar var. O vaxtda istəyirəm bizi aydınladasınız, suallarımızı cavablandırasınız. Birinci sualı bundan başlatmaq istəyirəm ki, texnologiya eşitməni daha da zəiflədir yoxsa inkişaf edir? Bu haqda zəhmət olmasa bizə ətraflı bir məlumat verərdiniz. Zəiflədir yoxsa inkişaf etdirir? Gözəl sualdır. Bu suala mən iki tərəfli cavab vermək istəyirəm. Çünki eşitmə sahəsində olan insanlar, eşitmə texnologiyasında çalışan insanlar daima elə texnologiyalardan istifadə edirlər ki, elə texnologiyalar hazırlayırlar ki, eşitmə cihaz sayəsində bunlar insanlara xeyir versin. Yəni cihazlara daim durmadan yeniliklər əlavə eləyirlər. İstər Bluetooth texnologiyası olsun, işte Auracast texnologiyası olsun və yaxud gürültüdə eşitmə, gürültüdə echo sound, yəni exolu mühitdə türklər ona yankı deyir, yankılı mühitdə əks səda verən otaqda olan səsləri minimuma endirib təbii səsi önə çıxartmaq, səs-küylü şeylər. Yəni daim, yenə deyirəm, bu eşitmə cihazı sayəsində işləyən insanlar texnologiyanı yaxşıya doğru istifadə eləyirlər. Amma bundan öncəki mövzularda da məlumat vermişdik. Qulaqda istifadə olunan qulaqcıqlar. Bunlar da yüksək texnologiyalar sayılsa da eşitməmizin zəifləməsinə gətirib çıxarda bilər. Demirəm, 3 gün, 5 gün, 3 ay, 5 ay. Yəni davamlı istifadədə bir neçə ildən sonra 2 ilə, 3 ilə və səs tonunun 60%-dən yuxarı olması, daim yüksək səslə musiqiyə qulaq asmaq, ya bir videoya, ya bir kinoya baxmaq, yüksək səslə nəyəsə dinləyiriksə, bu texnologiyalarda eşitməmizin zəifləməsinə gətirib çıxarda bilər. Ona görə də burada iki cavab var. Eşitmə sayəsində olan texnologiyalar eşitmənin daha da inkişafına, yaxşılaşmasına, səviyyəli və keyfiyyətli səsin insana qulağına ötürülməsinə kömək eləyir. Amma digər texnologiyalar düzgün istifadə olunmadıqda, biz deyirik də, məsəl üçün, qulaqcığı saatda ən azından bir 5 dəqiqə, 10 dəqiqə çıxarıb qulağa istirahət vermək, təmizləmək həm qulağı, həm qulaqcığı və yaxud qulaqcıqdan istifadə eləyəndən sonra onu dezinfeksiya edici məhsullarla təmizləmək. Yəni bunlar olmadığı müddətcə, düzgün istifadə eləmədiyimiz müddətcə ziyan verir. Samir bəyin YouTube səhifəsində əvvəlki videolarda da qulaqcıqlarla bağlı necə istifadə eləmək lazımdır, hansı səs tonunda istifadə eləmək lazımdır, ətraflı formada o videolardan baxıb məlumatda ola bilərsiniz. Samir bəy, el arasında küy dediyimiz tibbada əslində tinnitus sayılan problem haqqında bizə ətraflı biraz danışardınız, zəhmət olmasa. Bu problem ümumiyyətlə demək olar ki, hər bizim videomuzun axırında həm bizim WhatsApp nömrəmizə, həm də yorumlar bölməsində daim verilən suallardır ki, qulaqda küy var, qulaqda səs var, bunun qarşısı necə alınmalıdır, necə eləyək ki, qulaqda küy aradan qalxsın. İstəyərdim bu haqda ətraflı məlumat verim. Dostlar, qulaqda küyün el arasında su səsi, çay səsi, şırıltı və yaxud digər səslər kimi də adlandırılan var. Çay səsi, dəniz səsi, dalğa səsi kimi. Bunun tibbdə adı gedir tinnitus. Tinnitusunda müalicəsi təəssüf ki, yoxdur. Düzdür, ilkin mərhələdə, çox ilkin mərhələsində əgər vaxtında üstünə düşsə, yəni bu birinci mərhələsi gedir də, bunun bir neçə mərhələsi var. Beyin qan damar sistemini yaxşılaşdıran dərmanlar istifadə edərək, bir boyun masajıdır və yaxud daim idmanla məşğul olmaq, oturaq işlərlə yox, daha doğrusu idmanla məşğul olmaq, yəni aktiv həyat tərzindən keçsək, qidalanmamıza diqqət eləsək, bu tezliklə keçib gedir. Amma bunun artıq biz gətirib çıxartmışıqsa ki, ortadan da aşağıya, yəni 3-cü, 4-cü mərhələsi artıq ən ağır mərhələ sayılır ki, bu qulaqda küy daim insanı narahat edir, hətta gecələr yatmağa belə qoymur. Adam durur, başını tutur, oturur və onun ən axır variantı bu psixoloqlar, nevropatoloqlar, psixotrop dərmanlardan artıq yazırlar.
Bu adam yəni məcbur şəkildə bu dərmanlardan istifadə eləməyə məcburdur. Bir də iki cür olur. Bir daim qulaqda olan küy, bir var ara sıra gedib gələn küy. Yəni bunların müalicəsi olmadığına görə biz tinnitus terapiya özəllikli cihazlarla bu səsi minimuma endiririk və elə vaxt olur ki, tam aradan qaldırırıq. Amma burada sual olur. Necə? Cihaz qulaqda olduğu müddətdə. Əgər cihaz qulaqda çıxırsa, mən deyirəm yarım saat, 40 dəqiqə sonra səs yenidən qayıdır. Nəzərə alsaq ki, istifadə elədiyimiz cihazda bir yuyunanda, bir də yatanda qulağımızdan çıxarırıq. Bu deməkdir ki, yatana yaxında qulağımızdan çıxartsaq, yarım saat 40 dəqiqə ərzində səs qayıdacaq. O vaxtda da biz yatmış olacağıq. Artıq yuxuda olacaq. Ona görə də səs bizi narahat eləməyəcək. Ona görə də beyin qan damar sistemi pozğunluqlarından yaranan və yaxud bizim bu 2-ci Qarabağ müharibəsi dövründə çox qazilərimizə verdiyimiz cihazlar olubdur. Tinnitus terapiya özəllikli eşitmə cihazları partlayış nəticəsində yüksək səsə məruz qalan qulaqlarda, istər bir tərəfli olsun, istər iki tərəfli olsun, qazilərimizə verib və çox da effekt gördüyümüz cihazlar var ki, indinin özündə də o cihazlardan istifadə eləyirlər terapiya kimi. Bu cihazlar həm də bilinsin ki, eşitmə cihazının tərkibində olan bir özəllik kimi də qeyd olunur, həm də nəzərə alsaq ki, eşitmə zəifliyi özü ilə bərabər çox hallarda tinnitusu da gətirir, qulaqda küyü də gətirir. Yəni bu həm cihaz istifadə eləmək, həm də onun özəlliyindən terapiya kimi gündə 2 saat, 3 saat o səsə qulaq asın. Səs nədir? Onu da deyim, ətraflı danışıram. Deməli, tinnitus nədən yaranır, onu da deyim. Ətraf səsləri eşitmədikcə başımızın səsi, beynimizin səsi düşür qulağımıza. Bizi narahat edən əsas odur, beynimizin səsidir. Bizim məqsədimiz isə eşitmə cihazı ilə təmin eləyib, ətrafdan gələn səsləri 100%-ə çatdırmaqdır ki, qulaqda küy aradan qalxsın, unudulsun və çıxsın, getsin. Yəni buna görə eşitmə cihazı istifadə edir və axşam yatmamışdan 1 saat, saat yarım qabaqda terapiya kimi tinnitus terapiya özəlliyini işə salmaq lazımdır. O nədir? Seçilir qulaqda küy, sizi narahat edən səs necə bir səsdir? Biz danışırıq. Türklər ona deyir, beyaz gürültü, pəmbə gürültü, kahverengi gürültü. Gürültülərin adları var, rənglərlə adlandırılıbdır. O səsləri ötürərək deyirik, soruşuruq, hansı səsdir? Deyir, yox, bu səs deyil. Bir başqa hersdə səs göndərir, bir başqa hersdə. Ta ki, pasiyentin həmən o qulağındakı səsi tapana qədər. Yəni, bu çox da vaxtımızı aparmır. 1 dəqiqə, 2 dəqiqə, maksimum 3 dəqiqə. Pasiyentin o narahat edici səs seçilir, telefona o proqram yazılır və hazır mod kimi saxlanılır. Pasiyent hər axşam eşitmə cihazını keçirir tinnitus terapiya moduna. Uzanaraq və yaxud hər hansı bir kitab oxuyaraq və yaxud dincələrək gözünü yuma da bilər. 1 saat, 40 dəqiqə, yarım saat, indi kimin nə qədər vaxtı varsa, məsləhətin 1 saat olar gün ərzində bu səsə qulaq asır. Yəni qulaqdakı səsə qarşıdan da bir dənə eşitmə cihazı həmən səsin eynisini verir. Yəni bastırmaq məqsədi ilə, o qulaqdakı küyü yatızdırmaq məqsədi ilə qulaqdakı küy düşür 2-ci plana. Terapiya 2-3 ay davamlı gedəndən sonra pasiyentlərdə biz nə qədər qulaq küyünün zəifləməsini müşahidə edirik. Nə qədər qulaq düzdür. Bu demək deyil ki, daha o terapiyadan istifadə eləməsin, daha eşitmə cihazı taxmasın, 3 ay istifadə elədim, qulağımda küy getdi, da bir də taxmır. Xeyr, bunu mütəmadi istifadə eləməlidir. Və onunla yanaşı dediyim kimi, həm fizik işlərlə məşğul olmalıdır, siz bayaq düzgün vurğuladınız, yəni aktiv həyat tərzi olmalıdır. Həftədə ən azından 2-3 dəfə idmanla məşğul olmuşsunuz. Çöldə, ya parkda, ya hardasa sürətli qaçış mən həmişə deyirəm. Yarım saat, 40 dəqiqə ki, yəni bir tər çıxsın insanın bədənindən ki, o boyun arxasında tərəfdə beyin qan damar sistemi yaxşılaşsın, qanın hərəkəti sürətlənsin ki, biraz da o təsir eləsin. Biraz da o istifadə elədiyimiz o dərmanlar paralelində bir də eşitmə cihazı üstəgəl tinnitus terapiya özəlliyi,
Bax bu sadaladığım şeylərlə çox gözəl nəticə əldə etmiş olacaqlar. Ona görə də varsa dərhal yoxlanışdan keçmək lazımdır. Eşitmə müayinəsindən keçmək lazım. Müayinədən sonra artıq hər şey məlum olur. İtirdiyi səslər, neçə faiz eşitmə itkisi var, tinnitusun dərəcəsi hansı növdədir, hansı dərəcədədir, narahat edici səs səviyyəsi hardadır, bunların hamısını müəyyən eləyib ondan sonra işləmlərə başlayırıq, prosesə başlayırıq. Yəni bu şəkildə. Belə anladıq ki, tinnitus problemi varsa, ilk növbədə həkimə müraciət etməlisiniz, müayinədən keçməlisiniz və tinnitus terapiyadan mütləq istifadə etməlisiniz ki, bu gündəlik həyat tərzinizdə də, sağlamlığınızda da daha dərin yaralar açmasın. Bəli, qeyd edeyim ki, tinnitus terapiya özəlliyi hər mərkəzdə də olmur və hər cihazda da olmur. Bunlar biraz yüksək segment cihazlar sayılırlar və cihazın qiyməti qalxdıqca ona əlavə funksiyalar əlavə olunur. Yüksək segment cihazların isə hamısında tinnitus terapiya özəlliyi gəlir. İstəyən, yəni problemi olan, tinnitus problemi olan, qulaqda küy problemi olan adamlara onu aktiv eləyirik o modu, olmayan adamlarda da adi eşitmə cihazı kimi istifadə eləyə bilirlər. Yəni bu şəkildə. Bir öncəki verilişlərimizdə də bu sualı biz cavablandırmışıq, amma buna baxmayaraq bizi izləyən izləyicilərimizin də ən top 3 sualların arasındadır ki, bu sual eşitmə cihazından necə istifadə etməliyik və təmizlik qaydası necə olmalıdır? Bu haqqında təkrar olaraq zəhmət olmasa izləyicilərimiz üçün cavablandırasınız. Bu da bizim ən həssas nöqtəmizdir, eşitmə cihazı təmizliyi. Bir çox pasiyentlər elə başa düşür ki, eşitmə cihazı aldım, gündəlik taxdım qulağıma, eşitməm düzəldi. Yəni eşitmə cihazı qulağımda olduğu müddətcə həmən hər gün qapağı açıb çıxarıb qoyub qabına səhər tezdən taxmalıyam, xeyr. Yəni istifadə elədiyimiz əşyalar kimi, istər avtomobil olsun, istər eynəyimiz olsun, istər hansı əşyalar olur olsun, telefonumuz belə adi. Bir müddət sonra görürsünüz ki, dinamiklərin hissələrini, müəyyən yerlərini toz örtür, toz bağlayır. Bəli, onları biz təmizləmə məcburiyyətində qalır. Və yaxud bir üst hissəsini, bir kamera hissəsinin düzgün çəkilməsi üçün, çəkilişlərin düzgün getməsi üçün silirik, təmizləyirik. Aydın görüntü istəyiriksə, üstündəki ləkələri silirik. Avtomobilimizi də, yəni periodik baxımlar olur, yağ dəyişməsi olur, nələr olur. Eşitmə cihazında özünün xüsusi qulluq qaydaları var. Çox adam bunu bilmir. Çox adam spirtlə təmizləyir qulaq qəlbini, spirtlə təmizləyir. Mən həmişə demişəm, spirt qulaq qəlbinin bir nömrəli düşmənidir, qurudur. Özəlliklə silikon qulaq qəlblərində bərkidir və tez sıradan çıxmasına hətta bir müddət sonra normalda 1 ilə yaxın o qəlblər istifadə oluna bilər, amma 2-3 aydan istifadədən sonra görürük ki, üstündə cadar-cadar olub, çat-çat olubdur. Hər tərəfi, belə deyək də, korroziya olubdur, uğrayıbdır. Yəni, ona görə də qəti şəkildə spirtdən istifadə eləməsinlər. Bizim mərkəzlərimizdə eşitmə cihazı düzgün qulluq necə olunur, həm biz izah eləyirik eşitmə cihazı alan, istifadə eləyən və istifadə eləmək istəyən pasiyentlərə. Bizim orada xüsusi Türkiyə istehsalı, yalnız bizim mərkəzlərdə satışda olan Sound Pro nəm salfetlərimiz var ki, xlorgeksidin tərkiblidir və qulaqda həm göbələyin qarşısını alır, mikrobların qarşısını alır, həm də antibakterial özəlliyə sahibdir və eşitmə cihazını daim təmiz saxlayır. Bir də qurutma qabımız var. Bu arada bu qurutma qabı da digər Çin saytlarında və ya başqa mərkəzdə də satılan qablarda 2 qram olur. Mən həmişə onun fərqini deyirəm. Deyirlər, bunun qiyməti niyə belədir? Bəzi yerlərdən bəlkə 2 manata, 3 manata, 5 manata alır. Bizdə satılanların qiyməti, bu arada deyim, 10 manatdır. Digərlərinin içində 2 qramdır. Hansı ki, o maddə, qurutmanı təmin edəcək maddə. Bizdəki 10 qramdır. Bizdə 5 qat daha güclü qoruma təşkil edir. Elə bil ki, nəmi özünə çəkmə gücü 5 qat o birisindən daha artıqdır. Və nəmi özünə çəkəndən sonra daim cihazı quru saxlayır. Nəmi özünə çəkəndən sonra 3 ay istifadə ömrü var. Qapqara qaralır. O altındakı o maddələr qapqara qaralır. Qaralandan sonra tullayıb
atıb gəlib yenisi ilə əvəz eləmək lazımdır. Yenisini almaq lazımdır. Bax bu iki məhsuldan istifadə eləyərək ciddi şəkildə eşitmə cihazınızın ömrünü uzatmış olarsınız. Bununla bərabər 3 aydan bir, 4 aydan bir gəlib eşitmə cihazınızı aldığınız mərkəzə göstərsəz və mənim özümə, bizim mərkəzlərdə çalışan personallara, onlar da ümumi cihaza diaqnostik baxım göstərəcəklər. Həm təmizliyidir, indi sizin nəm salfetlə təmizləyə biləcəyiniz yerlər var, hissələr var. Bir də təmizləyə bilməyəcəyiniz hansı ki, xüsusi alətlər vasitəsilə təmizlənir. Biz onu eləyəcəyik və bu arada bütün mərkəzlərimizdə bu proseslər hamısı pulsuz həyata keçirilir. 5 il müddətində. Mən həmişə deyirəm pasientlərə, cihazın istifadə müddəti nə qədərdir? Deyirəm 4, 5, səliqəli istifadə olunarsa 5-6 il çəkir. Yəni bu müddətdə nə qədər mərkəzimizə yaxınlaşsa, təmizlik bizdə pulsuzdur. Əlavə yanda filtri tutulubsa, filtr alırsa o əlavə qiymətli, batereyka təbii ki, bu periodik lazım olan aksesuarlardır. Ondan istifadə eləməlidir. Yəni bu sadaladığım iki şeylə hər axşam silib, hər axşam qurutma qabına qoysa, səhər təmiz şəkildə çıxarıb taxsa qulağına, yəni çox həm qulağını təmiz saxlamış olacaq, həm cihazı səliqəli qalmış olacaq, həm də ömrü uzamış olacaq. Ona görə də diqqət eləyək. Həmişə cihazı alırıqsa, mən həmişə deyirəm, o qədər pul veririk cihaza. Amma 1000, 2000, 3000 manatlar veririk. Amma orada 2 dənə qiymət var ki, bir 10 manat qurutma qabının qiymətidir, 1 aylıqdır, daha doğrusu 3 aylıqdır. Bir də nəm salfetləri var, içində 30 ədəd olur. Hər gün istifadə olunsa 1 aylıqdır. Yəni hər ay, yəni o ödənişi ona versə, çox adam onu verməyə istəmir. Deyir, hə, bir müddət istifadə edeyim, sonra gəlib alaram. Amma cihaz alınan müddətdə, yəni alınan anda onlar da alınmalıdır ki, artıq mütəmadi şəkildə baxımı olunsun o cihaz. Telefon alarkən ona kabra, üstünə şüşə plyonka necə alırıq ki, uzun müddətli olsun, qorunsun, cızılmasın, qırılmasın. Bəli, bu texnoloji cihazda eyni formada qulluq tələb eləyir. Gəlin cihazımızı qoruyaq, səliqəli istifadə edək ki, ömrü də uzun olsun. Bəli, Samir bəy, növbəti sualım bu olacaq ki, bizim daimi bildiyimiz, çoxdandan da yəni sektorda olan qulaq arxası eşitmə cihazlarında Bluetooth funksiyası var və bu funksiyadan biz istifadə edə bilirik. Yəni telefonumuza qoşuruq, gələn zəyləri qəbul etmək olur, YouTube-a baxmaq olur və bu funksiya qulaq içi eşitmə cihazlarında varmı? Varsa o necə işləyir, necə tətbiq eləmək olur və sizin mərkəzlərdə bu eşitmə cihazlarından varmı? Necə əldə etmək olar? Bu da çox gözəl sualdır. İllərdir qulaq arxası eşitmə cihazlarında ölçüsü böyük olduğuna görə Bluetooth funksiyasını yerləşdirirdilər. İndinin özündə də var. Demək olar ki, 90% satılan bizdə eşitmə cihazlarında hamısında Bluetooth funksiyası bir basic cihazımız var ki, o da yenə deyirəm təqaüdçülərə veririk, evdar xanımlar və yaxud imkanı ekonom modeldir. Hə, onda səsin telefonla artırıb azalması və yaxud istəyirsə buradan artırıb azaltmaq düymə vasitəsilə. Yəni onlarda yoxdur, amma 90% eşitmə cihazlarımızda Bluetooth funksiyası var və müştərilərimizin də ən çox soruşduğu, sizin də ünvanladığınız qulaq içi eşitmə cihazlarında nə vaxt olacaq? Artıq var. Sizə deyim, bizim mərkəzlərimizin hamısında qulaq içi eşitmə cihazlarında artıq Bluetooth funksiyası gəlib biləsiniz. Bu proses necə işləyir? Bunun haqqında danışım. Deməli, hazır qulaqçı cihazlarda yox, hazırlanma qulaqçı cihazlarda. Yəni dişdən götürülən ölçü kimi qulaqdan ölçü götürülür və qulağın içinə yığılan o cihazın içinə də bir Bluetooth funksiyası əlavə olunur. Təbii ki, bu montaj Azərbaycanda olunmur. Almaniya montajıdır. Biz ölçünü götürürük, göndəririk. 20-25 gün ərzində Almaniyada hazırlanıb gəlir. Yəni, əgər müştəri istəyirsə, sifarişi götürürük və göndəririk, hazırlanır, gəlir. Gələndən sonra istifadə edilir. Və bir gözəl özəlliyi də nədir? Cihazın şarjlı olması. Batareyalı deyil də şarjlı olması. Yəni həm şarjlı, həm Bluetooth texnologiyası, həm də qulaqçı görünməyən, yəni bu bir ilkdir və bunu Almaniya brendi olan Audio Service
eşitmə cihazları brendi həyata keçirir, yəni eləyib. if CIC8 modelidir. Yəni qulaq içi CIC8 modeli tək şarjla 16-20 saata qədər. Necə olur bu 16-20? 20 saat təkcə eşitmə cihazı kimi istifadə eləyirsə, 20 saata qədər ömrü gedir. Yox, daim bu adam gün ərzində 3 saat, 4 saat, 5 saat gələn zəngləri qəbul eləyirsə, YouTube-a qulaq asırsa, musiqi dinləyirsə, yəni bunlar onun şarj sürəsinin azalmasına gətirib çıxardır. Amma 16-20 saat kəsintisiz istər eşitmə cihazı kimi, istər AirPods özəlliyi kimi istifadə eləyə bilərlər. Yüksək texnologiyalı batareyka ilə təchiz olunur. Bəli, təchiz olunur. Batareykanı artıq dəyişməyə ehtiyac yoxdur. Tam şarjla 16-20 saat arası və özünün qabı imkan verir ki, cihaz 0-dan 100-ə qədər 3 dəfə şarj olsun. 3 dəfə şarj olsun. Bu da deməkdir ki, birinci gün həm 3 saat biz onu taxsaq şarja, həm cihaz dolacaq, həm də eşitmə cihazının qabı dolacaq. Və həftə sonuna qədər rahatlıqla bir dəfə cəmi şarja taxmaqla 3 saatlıq şarja taxmaqla hər sənə 4-cü, 5-ci gününə qədər rahat şəkildə istifadə eləyəcəyik onu. Yəni bu şəkildə var. İstər Android, istər iOS modellərində də mümkündür. Zaten indi bütün telefonların eşitmə cihazı özəlliyi də var. O seçilir, ondan sonra bağlantı verilir, cihaz bağlanır. Telefona yazılan application sayəsində səsləri artırıb azalda bilirik. Həm də telefonun öz özəlliyi sayəsində də həm musiqinin, həm gələn zənglərin səsini artırıb azalda bilirik, həm də qulağımıza daxil olan səslərin artırıb azaltmasını. Yəni bu mümkündür artıq. Düzdür, yenə deyirəm, o da biraz yüksək segment cihaz sinifinə girir və cüt şəkildə satılır. Tək yoxdur. Nəzərə alsaq ki, protokola görə də cihazlar tək satılmamalıdır. Əgər hər iki qulağımızda eşitmə zəifliyi varsa, hər iki qulağa eşitmə cihazı taxılır. Mən həmişə demişəm, biz eynək taxanda demirik də, qardaş və yaxud da xanım, biz birinə şüşə tax, sonra gəlib 3-4 aydan sonra o birisi qulağıma götürər. Cüt orqan olduğuna görə, bəli, hər iki qulaqda, yəni verə bilirik rahatlıqla. Yüksək texnologiyalı cihaz istəyirsə, funksiyası çox olan Bluetooth, gələn səslərin ayırd edilməsi, Echo Sound, əks sadanın yığışdırılması, 2-3 mikrofonlu yönsəllik, 360 dərəcə eşitmə, hər tərəfdən gələn səslər, səsli küylü mühitdə hərənin səsini ayrı-ayrı, istər arxadan, istər öndən, istər yandan gətirib, seçib, təmizləyib, qulağa ötürən cihazlar istəyirsə, var bizim mərkəzdə. Yaxınlaşıb, həm test eləyə bilərsiniz. Bu arada onların da yanaşı tinnitus terapiya özəlliyi gəlir. Yəni biləsiniz. Yəni rahatlıqla bizdən əldə eləyə bilərlər. Yəni yaxınlaşıb test eləyə bilərlər, biləsiniz. Belə bir texnologiyanın olması sevindirici haldır. Komfortuna üstünlük verən şəxslər, rahatlığını həmişə istədiyi səviyyədə qoruyub saxlamaq istəyən şəxslər Samir bəyin eşitmə mərkəzlərinə yaxınlaşaraq əldə edə bilərlər. Bəli, hörmətli izləyicilər, bu da növbəti podkastımızın sonuna gəldik. Əgər sizin də hər hansı bir qaranlıq qalan suallarınız varsa, rəy bölməsində yazaraq bizə müraciət edə bilərsiniz. Samir bəyin növbəti verilişlərdə də sizin suallarınızı sizin üçün cavablandıracaq. Hələlik gəlin görüşlərədək. Sağ olun Samir bəy. Sağ olun.